Birləşmiş Ştatların dövlət katibi John Kerry deyir ki, kimyəvi silahdan istifadə edən Suriyaya qarşı atılacaq addımlar onun sərhədlərindən kənarlara da öz təsirini göstərəcək. Söhbət ondan gedir ki, İrana gəldikdə, vaxtı ikən özü kimyəvi silah hücumuna məruz qalmış İran, indi nüvə silahının istehsalında özündə bir cəsarət hiss edəcək. Kimyəvi silahdan istifadə edən və ya istifadə etməyi planlaşdıran Hizbullah və Şimali Koreya, eləcə də digər terrorçu qruplar və ya diktatorlar niyə Əsəd rejiminə qarşı, qanunun pozulmasına qarşı belə addımlar atıldığını bilməlidirlər. Brookings İnstitutundan təhlilçi Michael O'Hanlon, Prezident Obamanın Suriyaya qarşı atdığı addımları nəinki Prezident Əsədə, həm də İran və Şimali Koreyaya məsələnin nə dərəcədə ciddi olduğunu anlatmaq məqsədi daşıdığını deyir. Onlarla qanadlı raket, bundan sonra isə nümayişlər kütləvi qırğın silahından istifadə edən hökumətin fəaliyyətinin qarşısını almağa, eləcə də İran və Şimali Koreyaya nüvə ambisiyalarına bir daha nəzər salmalarına imkan yarada bilər. Şimali Koreya 5 ilə yaxındır nüvə proqramı ilə bağlı danışıqların dayandırılmasından bəri 3 dəfə uzaq mənzilli nüvə raketlərini sınaqdan keçirib. Təhlilçi Michael Auslin deyir ki, Suriya ilə qarşı durmaya gedərkən Pxenyanı nəzərdən qaçırmaq olmaz. İndiki Suriya qaynayır, Şimali Koreyanı diqqətdən qaçırmaq olmaz. Onlar bilə-bilə ki, bizim diqqətimiz Suriyaya yönəlib, nəsə etməyə çalışa bilərlər. İran və İranın dəstəklədiyi Livanın Hizbullah qrupunun yardımını alan Suriya ordusu son həftələrdə üsyançıları bir neçə istiqamətdə məğlub edib. Təhlilçi Doug Bandow deyir ki, Prezident Obamanın Suriyaya qarşı addımları İrana mesaj kimi işləməyə bilər. Hazırda özünü təcrid edilmiş hiss edən və təhdidlərə məruz qalan İran, ola da bilər ki, nüvə silahının istehsalını davam etdirsin. Bandow deyir ki, Suriya hücum İranı daha çox nüvə silahına ehtiyacı olduğuna inandıra bilər. Dövlət katibi Kerry, Suriyadakı kimyəvi silahın Birləşmiş Ştatların regiondakı müttəfiqlərinə də ziyan vura biləcəyini deyir. Bunun İsrailə təsiri ola bilər. Bunun bizim yaxın dostlarımız İordaniyaya, Türkiyəyə və Livana təsiri ola bilər. Onların hamısı Dəməşqdən gələn havanı izləyir. İsrail Suriyadan qaynaqlana biləcək hücumların qarşısını almaq üçün raketdən müdafiə sistemləri qurub. Lakin təhlilçi Bandow deyir ki, İsraili vurmaq Prezident Əsədə çox baha başa gələr. Bandow onu da əlavə edir ki, İsrail Suriyada üsyançıların qələbəsindən qorxur. Belə ki, parçalanmış müxalifət qüvvələrinin silah arsenalına, o cümlədən kimyəvi silahlara nəzarəti əvvəlkindən qat-qat zəif ola bilər. Vaşinqtondan Nərminə Cəlal qızı, Amerikanın səsi.